Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil dəftərinin səhifə 43 və 44-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 5 A tapşırığında deyir ki, təqvimdə göy rənglə verilmiş tarixləri nümunəyə uyğun olaraq cümlədə işlədib yaz. Nümunə: Aprelin 24-ü bazar günüdür. 1. Aprelin 25-i bazar ertəsidir. 2. Aprelin 12-si çərşənbə axşamıdır. 3. Aprelin 7-si cümə axşamıdır. B. Tarixləri qısa şəkildə yaz. 2022-ci ilin martın 26-sı. 26.03.2022. 1991-ci il 18 oktyabr. 18-10-1991. 20 noyabr 1960-cı il. 20-11-1960. C. Qısa yazılan sözləri tam şəkildə ifadə edərək ünvanı yenidən yaz. Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının ünvanı. Bakı şəhər S/3 88. Tam şəkildə ifadəsi isə Bakı şəhəri Səməd Vurğun küçəsi 88. Ç. Dərs cədvəlini tamamla. Nümunəyə uyğun olaraq qısa yazılışdan istifadə et. Həftənin günləri və dərslər, nömrə, saat, bazar ertəsi. Birinci gün saat 08:45 və dərslərdən Azərbaycan dili dərsini az dili, riyaziyyat dərsini riyaz, həyat bilgisini həyat bilgisi və s. kimi qısalda bilərsiniz. Və siz də buna uyğun olaraq dərs cədvəlinizi bura yaza bilərsiniz. Keçək səhifə 44. Keçdik səhifə 44-də. Bir A tapşırığında deyir ki, söz bağçasında verilmiş sözlər əsasında crosswordu doldur. 1. Gözlənilməz hadisə ilə bağlı xəbərin cəmiyyətdə yaratdığı həyəcan. 2. 1. Gözlənilməz hadisə ilə bağlı xəbərin cəmiyyətdə yaratdığı həyəcan 1. Sensasiyadır. 2. Yalnız öz xeyrini düşünən adam. Egoist. 3. Çox pərt, əhvalı pozulmuş, qəmgin, kədərli, məyus, dilxor. 4. Elmi fərziyyələrin təsdiqi üçün həyata keçirilən təcrübə, eksperiment. 5. Başlığı daş olan qədim silah növü, topuz. 6. İbtidai dövrdə bir şəxsin idarəsi altında birlikdə yaşayan tayfa, nəsil. Baxaq 5-ə. 6. Qəbilə. 7. Nəslin əcdadı, xilaskar sayılan heyvan, bitki, təbiət hadisəsi və s. totem. 8. Fiqur və əşyaların yalnız kənar cizgilərinin bir rəngli təsviri. Silüet. 5. Çərçivədəki sözlərdən istifadə etməklə cümlələri tamamla. Qara basmaq, hövsələsi daralmaq, dili topuq vurmaq. 1. Səhvini anlayan qızın dili topuq vurdu, nə cavab verəcəyini bilmədi. 2. Məni qara basırdı, elə bilirdim, yuxu görürəm. 3. Elxanın dostu gəlib çıxmırdı, artıq onun hövsələsi daralmışdı. C. Cümlələri oxu, obraz adlarını yaz. 1. Rüstəmlə Kənanın laboratoriyada yox olmasını təkcə Aysel görmüşdü. 2. Kənan ilə Rüstəm daş dövründə Axo ilə dost oldular. 3. Qəbilədən qovulduğu üçün Qun Kənandan heyfini çıxmaq istəyirdi. 4. Lemi Kənan ilə Rüstəmi Qunun qəzəbindən xilas etdi. 5. Rüstəm Axonu özü ilə aparmaq istəyirdi. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.